Qoç. Səhər saatlarından etibarən daxili enerjin yerində durmağa imkan verməyəcək, sanki bütün dünyanı fəth etməyə hazırsan. İş mühitində rəhbərliyin diqqətini çəkəcək qeyri-adi təkliflərlə çıxış etmək üçün ideal zamandır. Ətrafındakı insanların sənə olan etimadı artır, buna görə də liderlik bacarıqlarını nümayiş etdirməkdən çəkinmə. Maddi məsələlərdə tələsik qərarlar vermək əvəzinə büdcəni uzunmüddətli planlamağa üstünlük ver. Gözlənilməz bir xərc çıxa bilər, lakin bu sənin ümumi maliyyə sabitliyinə ciddi zərər vurmayacaq. Şəxsi münasibətlərdə partnyorunla arandakı buzları əritmək üçün səmimi bir etiraf kifayət edəcək. Subay qoçlar üçün yeni bir tanışlıq həyatın axarını tamamilə dəyişə bilər. Psixoloji olaraq özünü hər zamankından daha güclü və qərarlı hiss edirsən. Hisslərini boğmaq yerinə onları yaradıcılığa və ya fiziki fəaliyyətə yönəltmək faydalı olar. Sosial çevrəndə bəzi insanların sənə qarşı paxıllıq etdiyini sezsən də buna reaksiya verməmək ən böyük cavabdır. Köhnə bir dostundan gələcək zəng sənə unudulmuş xatirələri və bəlkə də yeni bir fürsəti xatırladacaq. Sənədləşmə işlərində diqqətli olmalı, hər imzadan əvvəl mətni 2 dəfə oxumalısan. Yaxın gələcəkdə reallaşacaq bir layihənin təməllərini məhz indi qoymağa başlasan, nəticəsi möhtəşəm olacaq. Özünə olan inamın artması qarşına çıxan kiçik maneələri oyuncaq kimi dəf etməyə kömək edəcək. Günün sonunda tək qalmaq və düşüncələrini nizama salmaq ruhuna sakitlik gətirəcək. Sağlamlığınla bağlı kiçik siqnalları qulaq ardına vurmamaq üçün biraz dincəlməyə vaxt ayır. Hər kəsin rəyini soruşmaq əvəzinə öz daxili səsinin nə dediyinə qulaq asmağı öyrənməlisən. Qarşına çıxan hər fürsəti dəyərləndirmək üçün zihnini açıq tut. Başqalarının sürətinə yox, öz daxili ritminə uyğun hərəkət etmək səni stressdən qoruyacaq. Həyatın sənə təqdim etdiyi bu dinamikadan maksimum dərəcədə faydalanmağa çalış. Buğa. Həyatında sabitlik axtardığın bir dövrdə qarşına çıxan dəyişikliklər səni biraz təşvişə sala bilər, lakin narahat olmağa əsas yoxdur. Peşəkar fəaliyyətində uzun müddətdir gözlədiyin o mühüm xəbər nəhayət qapını döyəcək. Kollektiv daxilində yaranan kiçik anlaşılmazlıqları neytrallığını qorumaqla asanlıqla həll edə bilərsən. Maliyyə baxımından əlinə keçən vəsaiti dərhal xərcləmək əvəzinə investisiya imkanlarını dəyərləndirməyə çalış. Satın alma məsələlərində keyfiyyətə önəm vermək gələcədə büdcənə qənaət etməyinə şərait yaradacaq. Sevgi həyatında romantika dalğası səni bürüyəcək, qarşı tərəfə kiçik sürprizlər etmək münasibətləri canlandıracaq. Əgər ürəyində kimsə yoxdursa, keçmişdə qalan bir eşq hekayəsi yenidən gündəmə gələ bilər. Psixoloji rahatlıq tapmaq üçün təbiətlə təmasda olmaq və ya evində kiçik bir dəyişiklik etmək sənə müsbət təsir edəcək. İnsanlarla ünsiyyətdə səbirli olmaq, aqressiv tonlardan qaçmaq nüfuzunu qoruyacaq. Hər hansı bir riskli müqaviləyə qol çəkməzdən əvvəl mütləq mütəxəssis rəyi almalısan. Ətrafındakilərin sənin xeyirxahlığından sui-istifadə etməsinə icazə verməyəcək qədər məsafəli davran. Motivasiyanı yüksəltmək üçün keçmiş uğurlarını xatırlamaq və özünü mükafatlandırmaq yaxşı fikirdir. Yaxın bir qohumunun sənə ehtiyacı ola bilər, ona dəstək olmaq mənəvi baxımdan səni ucaldacaq. Yol gedərkən və ya sükan arxasında olarkən diqqətini yayındıran amillərdən uzaq durmağın vacibdir. Yeni bir hobbiyə başlamaq üçün içindəki o gizli istedadı üzə çıxarmağın vaxtı gəlib çatıb. Özünə qarşı həddindən artıq tənqidi olmaqdan əl çək, çünki əslində hər şeyi kifayət qədər yaxşı idarə edirsən. Həyatın dadını çıxarmaq üçün bahalı şeylərə ehtiyacın olmadığını, kiçik anların belə dəyərli olduğunu dərk edəcəksən. İnadkarlığını kənara qoyub çevik qərarlar verməyin sənə qazandıracağı çox şey var. Gələcək hədəflərin üçün bugün atacağın kiçik bir addım, böyük bir zəfərin başlanğıcı ola bilər. Günün sonunda özünü daxili bir hüzur içində tapmaq üçün şükranlıq hissinə fokuslan. Əkizlər. Zəkanın və sürətli düşünmə qabiliyyətinin zirvədə olduğu bir zamandan keçirsən, bu da işlərini asanlaşdıracaq. Karyera pillələrində irəliləmək üçün sənə mane olan o köhnəlmiş metodlardan imtina etməyin vaxtıdır. Yeni layihələr üzərində işləyərkən yaradıcı tərəfini tam gücü ilə nümayiş etdirə bilərsən. Maddi planda gözləmədiyin bir yerdən gələn pul səni həm təəccübləndirəcək, həm də sevindirəcək. Xərclərində balans yaratmağı bacarsan, ayın sonuna qədər heç bir çətinlik çəkməyəcək və rahat nəfəs alacaqsan. Münasibətlərdə hər şeyi analiz etmək yerinə hisslərin axışına buraxılmağı sınamaq sənə hər zamankından daha yaxşı gələcək. Partnyorunla aranda olan fikir ayrılıqlarını özünə məxsus yumor hissinlə asanlıqla yoluna qoya bilərsən.
Sosial həyatında yeni tanışlıqlar sənə maraqlı informasiya qapıları açacaq və dünya görüşünü xeyli genişləndirəcək. Psixoloji olaraq bir qədər qərarsız qala bilərsən, lakin bu keçicidir və sadəcə zehni yorğunluqdan irəli gəlir. Motivasiyanı qorumaq üçün eyni vaxtda bir neçə işlə məşğul olmaq əvəzinə mütləq prioritetlərini müəyyənləşdir. Sözlərin gücünə inan, çünki deyəcəyin hər bir kəlmə qarşı tərəfdə böyük təsir gücünə malik olacaq. Texniki avadanlıqlarla davranarkən ehtiyatlı ol, kiçik qəzalar və ya nasazlıqlar planlarını biraz gecikdirə bilər. Sir saxlamalı olduğun məqamlarda dilini saxlamağı bacarmalısan, yoxsa bəzi sirlər yanlış qulaqlara çata bilər. Səyahət planların varsa, detalları təkrar nəzərdən keçirmək gələcəkdə yarana biləcək kiçik problemlərin qarşısını alacaq. İdmanla məşğul olmaq və ya sadəcə uzun yürüşlər etmək beynindəki dumanı dağıtmağa kömək edəcək. Hər kəsin səni dərhal başa düşməsini gözləmə, bəzən özünə sadiq qalmaq hər kəsi razı salmaqdan daha vacibdir. Gözlənilməz bir təklif həyatına yeni bir rəng qatacaq, lakin cavab verməzdən əvvəl mütləq bir gecə üzərində düşün. Özünə vaxt ayırıb kitab oxumaq və ya intellektual bir veriliş izləmək ruhunu qidalandıracaq. Hər şeyin mümkün olduğuna inanmaqla sən artıq qələbənin yarısını qazanmış sayılırsan. Günün sonunda əldə etdiyin məlumatları sistemləşdirmək sənə sabah üçün böyük üstünlük verəcək. Xərçəng. Həyatın emosional tərəfləri ön plana çıxsa da iş həyatında məntiqini duyğularından üstün tutmağın vacib olduğu bir dönəmdir. Peşəkar fəaliyyətində bəzi məsuliyyətlərin artması səni qorxutmasın, çünki bu gələcək yüksəlişin üçün bir sınaq xarakteri daşıyır. Kollektivlə birlikdə işləyərkən öz fikirlərini müdafiə etməkdən çəkinmə, lakin bunu diplomatiya çərçivəsində etməyə çalış. Maddi vəziyyətindəki dalğalanmaları nizama salmaq üçün israfçılıqdan qaçmalı və xırda qazancları belə dəyərləndirməlisən. Köhnə borcların qaytarılması və ya gözlənilməz bir maddi dəstək büdcəni xeyli rahatladacaq. Sevgi münasibətlərində qarşı tərəfin ehtiyaclarına qarşı daha həssas olmağın aranızdakı bağları daha da möhkəmləndirəcək. Yalnız olan xərçənglər üçün keçmişdən gələn bir ismarış daxili dünyalarında maraqlı suallar yarada bilər. Psixoloji olaraq özünü biraz kövrək hiss edə bilərsən, buna görə də pozitiv insanlarla vaxt keçirməyə üstünlük ver. Motivasiyanı bərpa etmək üçün evində rahatlıq yaradacaq kiçik toxunuşlar etmək və ya sevdiyin yeməyi hazırlamaq sənə yaxşı təsir edəcək. Sosial əlaqələrdə hər kəsə güvənmək əvəzinə sınaqdan keçmiş dostlarının məsləhətlərinə qulaq asmağın daha faydalıdır. Yaxın ətrafında baş verən bəzi dedikodulara qulaq yumağın enerjini boşa sərf etməməyinə kömək edəcək. Sağlamlığınla bağlı həzm sisteminə diqqət yetirməli, ağır yeməklərdən uzaq durmalısan. Uzun müddətdir təxirə saldığın bir sənəd işi və ya rəsmi müraciət üçün uyğun fürsət yarana bilər. Daxili səsin sənə müəyyən bir təhlükə barədə xəbərdarlıq edirsə, o hissi görməzdən gəlmə və ehtiyatlı davran. Başqalarının problemlərini öz çiyinlərinə yükləməkdən vaz keç, çünki sənin də dincəlməyə və özünlə qalmağa ehtiyacın var. Səbirli olmaq bugünün ən böyük açarıdır. Tələsik verilən qərarlar sonradan peşmançılıq gətirə bilər. Yaradıcı enerjini hobbilərinə yönəltsən, ortaya gözlədiyindən daha gözəl bir iş çıxara bilərsən. Günün sonunda ailə üzvləri ilə keçirilən səmimi söhbət bütün yorğunluğunu alacaq. Şiir. Liderlik keyfiyyətlərinin parladığı və ətrafındakı hər kəsi öz enerjinlə heyran qoyacağın bir vaxtdır. İş yerində iri miqyaslı layihələri idarə etmək və ya yeni bir təşəbbüslə çıxış etmək üçün ulduzlar səni dəstəkləyir. Özünə olan inamın artması rəqiblərin qarşısında sənə üstünlük qazandıracaq, lakin təkəbbürdən uzaq durmağa çalış. Maliyyə məsələlərində riskli yatırımlardan qaçmaq, mövcud vəsaiti qorumaq bu dövrün əsas qaydası olmalıdır. Gərəksiz dəbdəbəli xərclər sonradan büdcəndə boşluqlar yarada bilər, buna görə də ehtiyaclarını öncəlikləndir. Şəxsi münasibətlərdə diqqət mərkəzində olmaq istəyin partnyorun tərəfindən birmənalı qarşılanmaya bilər, ona da söz haqqı tanı. Əgər münasibətlərinizdə soyuqluq varsa, romantik bir axşam yeməyi bütün problemləri həll etmək üçün gözəl fürsətdir. Psixoloji vəziyyətin olduqca yüksəkdir, daxili gücün hər cür çətinliyin öhdəsindən gəlməyə imkan verir. Sosial çevrəndə nüfuzlu şəxslərlə tanışlıq karyeranda yeni qapılar aça bilər. Özünü təsdiq etmək üçün hər fürsətdən istifadə et, lakin başqalarının haqqını tapdalamaqdan çəkin. Gözlənilməz bir iş təklifi və ya əməkdaşlıq müraciəti gündəmini tamamilə dəyişə bilər. Səhhətində onurğa və kürək nahiyəsində yaranan gərginliyi azaltmaq üçün yüngül idman hərəkətlərinə vaxt ayır.
Ətrafdakı insanların sənə olan heyranlığı bəzən yanlış anlaşılmalara səbəb ola bilər, ona görə də səmimiyyətini qoru. Yaxın dostlarından birinin sənin dürüst rəyinə ehtiyacı olacaq, ona qarşı həm sərt, həm də ədalətli ol. Şəxsi inkişafınla bağlı yeni bir kursa yazılmaq və ya seminarda iştirak etmək gələcək planların üçün xeyirlidir. Həyatın sənə təqdim etdiyi fürsətləri görmək üçün biraz yavaşlamalı və ətrafına diqqətlə baxmalısan. Qürurun bəzən doğru yolu görməyinə mane ola bilər, lazım gələrsə kömək istəməkdən utanma. Günün sonunda əldə etdiyin uğurları qeyd etmək sənə yeni zirvələr üçün stimul verəcək. Qız, hər bir detala olan həssaslığın və analitik zəkan sayəsində ən mürəkkəb məsələlərin belə öhdəsindən asanlıqla gələcəksən. İş mühitində nizam-intizam yaratmaq və yarımçıq qalmış layihələri yekunlaşdırmaq üçün mükəmməl zamandır. Rəhbərliyin sənə tapşırdığı məsuliyyətli tapşırıqları yüksək dəqiqliklə yerinə yetirməyin peşəkar nüfuzunu artıracaq. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün gəlir və xərclərini əks etdirən dəqiq bir plan hazırlamağın vaxtı çatıb. Kiçik qənaətlərin gələcəkdə böyük bir alış-veriş üçün təməl olacağını unutma. Sevgi həyatında tənqidi yanaşmanı bir kənara qoyub, qarşı tərəfin müsbət cəhətlərinə fokuslanmağa çalış. Münasibətlərdə mükəmməllik axtarmaq bəzən səmimiyyəti kölgədə qoya bilər, buna görə də təbii olmağa üstünlük ver. Psixoloji cəhətdən özünü biraz yorğun hiss edə bilərsən, beynini lazımsız informasiya kirliliyindən təmizləmək sənə yüngüllük gətirəcək. Motivasiyanı artırmaq üçün iş masanı nizama salmaq və ya yeni bir iş təqvimi qurmaq ruhunu sakitləşdirəcək. Sosial əlaqələrdə dürüstlük və şəffaflıq sənin ən böyük silahındır. Bu xüsusiyyətinlə ətrafındakıların etibarını qazanacaqsan. Gözlənilməz texniki nasazlıqlar və ya planların dəyişməsi qarşısında soyuqqanlılığını qorumağa çalış. Sağlamlığınla bağlı immunitetini gücləndirəcək qidalara və vitaminlərə önəm verməlisən. Yaxın bir dostunun sənə verəcəyi məsləhət, uzun müddətdir çıxış yolu tapa bilmədiyin bir məsələyə işıq tutacaq. Özünə həddindən artıq yük götürmə, bəzən işləri başqalarına həvalə etməyi də bacarmalısan. Həyatındakı artıq əşyalardan və lazımsız insanlardan qurtulmaq üçün daxili bir təmizlik aparmağın əsl vaxtıdır. Kitab oxumaq və ya intellektual oyunlarla məşğul olmaq zihnini itiləyəcək və sənə yeni fikirlər verəcək. Hər şeyi nəzarətdə saxlamaq istəyindən biraz vaz keçsən, həyatın daha axıcı və maraqlı olduğunu görəcəksən. Gözlənilməz bir səfər və ya gəzinti təklifi planlarını dəyişdirsə də, bu sənə çox müsbət enerji bəxş edəcək. Tərəzi. Həyatında balans yaratmaq sənəti bugün sənin üçün hər zamankından daha vacib və həlledici bir hala gələcək. Peşəkar fəaliyyətində diplomatik qabiliyyətlərini tam gücü ilə işə salaraq, tərəflər arasında yaranmış gərginliyi aradan qaldırmaq missiyasını öz üzərinə götürə bilərsən. İş mühitində nümayiş etdirdiyin ədalətli mövqeyin həm həmkarların, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək sənə xüsusi imtiyazlar qazandıracaq. Maddi məsələlərdə estetik zövqünə məğlub olub baha qiymətli, lakin gündəlik həyatda çox da vacib olmayan əşyalara pul xərcləməkdən mütləq çəkinməlisən. Gəlirlərini artırmaq üçün sənət, dizayn və ya vasitəçiliklə bağlı olan əlavə layihələrdən yararlanmaq şansın ulduzların düzülüşünə görə olduqca yüksəkdir. Şəxsi münasibətlərdə harmoniya axtarışın qarşı tərəfi bəzən bir qədər təzyiq altında hiss etdirə bilər, ona görə də hadisələri biraz da öz axarına buraxmağı sınamalısan. Subay tərəzilər üçün intellektual səviyyəsi və həyat görüşü yüksək olan biri ilə maraqlı bir söhbətin təməli heç gözləmədikləri bir mühitdə qoyula bilər. Psixoloji olaraq özünü bir qədər qərarsız hiss etdiyin anlarda məntiqindən çox daxili hisslərinə güvənməyin sənə hər zaman doğru yolu göstərəcək. Motivasiyanı yüksək tutmaq üçün gözəl musiqi dinləmək və ya incəsənət qaleriyaları ilə vaxt keçirmək ruhunu dərindən qidalandırıb səni yeniləyəcək. Sosial dairəndə hər kəslə mehriban olmaq istəsən də, bəzi şəxsi sərhədləri qətiyyətlə qorumaq daxili hüzurunu saxlamağın yeganə yoludur. Gözlənilməz bir rəsmi dəvət və ya mədəni tədbir təklifi gələ bilər ki, bu da sənə tamamilə yeni və parlaq perspektivlər vəd edir. Sağlamlığında böyrəklərini qorumaq üçün maye qəbuluna və duzlu qidalardan uzaq durmağa xüsusi diqqət yetirməyin bədəninin tonusda qalmasına kömək edəcək. Ətrafındakı insanların bitmək bilməyən problemlərini dinləyərkən öz müsbət enerjini tamamilə tükətməməyə və emosional məsafə saxlamağa çalış. Uzun müddətdir planlaşdırdığın bir tərəfdaşlıq məsələsi və ya müqavilə ilə bağlı ciddi addımlar atmaq üçün göy üzü sənə parlaq yaşıl işıq yandırır. Əqrəb. Daxili gücünün və sarsılmaz intuisiyanın ən yüksək həddə çatdığı, gizli qalan bir çox məqamların gün üzünə çıxacağı olduqca sirli bir gündəsən.
Karyeranda strateji planlar qurmaq və rəqiblərinin bir neçə addım önünə keçmək üçün zəkanın bütün dərin imkanlarından ustalıqla istifadə edəcəksən. İş yerində pərdə arxası baş verən gizli hadisələri sezmək qabiliyyətin səni gözlənilməz uğursuzluqlardan və saxta təriflərdən asanlıqla sığortalayacaq. Maddi sahədə olduqca ehtiyatlı və qənaətçil davranmağın gələcək illərdə böyük bir kapital toplamağına və maliyyə azadlığına şərait yaradır. Ortaq büdcə, bank işləri və ya miras məsələlərində ədalətli bölgünün tərəfdarı olmaq sənin peşəkar nüfuzunu və insanlarda sənə olan inamı qoruyacaq. Şəxsi həyatında ehtiras və dərin emosiyalar tufan qopara bilər, buna görə də hisslərini partnyoruna düzgün və incitmədən ifadə etməyi bacarmalısan. Əsassız qısqanclıq və ya qarşı tərəfi həddindən artıq nəzarət etmək istəyi münasibətlərdə dərin çat yarada bilər, buna görə də inama daha çox yer ver. Psixoloji olaraq özünü yenilənmiş, sanki küllərindən yenidən doğulmuş kimi hiss etmək üçün daxili bir transformasiya və təmizlik yaşayacaqsan. Motivasiyanı artırmaq üçün ən çətin və sirli tapşırıqların birbaşa üzərinə getmək sənə lazım olan adrenalini və uğur sevincini bəxş edəcək. Sosial əlaqələrdə sayca az, lakin dürüstlüyünə tam əmin olduğun, sənə sadiq insanlarla ünsiyyətdə olmağa daha çox üstünlük verəcəksən. Ətrafındakı insanların səmimiyyətini test etmək üçün yaratdığın kiçik vəziyyətlər sənə kimin həqiqi dost, kimin isə müvəqqəti yolcu olduğunu göstərəcək. Sağlamlığında reproduktiv sistemə və daxili iltihabi proseslərə qarşı son dərəcə diqqətli olman, kiçik ağrıları belə ciddi qəbul etmən tövsiyə edilir. Gözlənilməz bir xəbər və ya kəşf etdiyin yeni bir məlumat səni bəzi uzun müddətli planlarını kökündən dəyişməyə və yeni strategiya qurmağa məcbur edə bilər. Oxatan. Macəra ruhunun və yeni biliklərə olan tükənməz aclığının zirvə nöqtəsində olduğu, həyat üfüqlərini daha da genişləndirməli olduğun bir zamandır. Peşəkar həyatında fərqli mədəniyyətlərlə, xarici tərəfdaşlarla və ya elmi tədqiqat sahəsi ilə bağlı olan layihələrdə inanılmaz uğurlar əldə edə bilərsən. İş mühitindəki darıxdırıcı rutinlikdən qurtulmaq üçün irəli sürdüyün yenilikçi və cəsarətli ideyalar hər kəs tərəfindən böyük maraq və heyranlıqla qarşılanacaq. Maddi məsələlərdə gözlənilməz yerlərdən bəxtin gətirə bilər, lakin bu, düşünmədən və hesabsız şəkildə riskə girməyə əsla əsas vermir. Gələcək xarici səyahətlərin üçün xüsusi bir büdcə ayırmaq və ya yeni bir xarici dil öyrənmək üçün vəsait xərcləmək sənin üçün ən doğru investisiyadır. Sevgi münasibətlərində şəxsi azadlığına olan həddindən artıq düşkünlüyün partnyorun tərəfindən bəzən yanlış başa düşülə bilər, ona görə də ona sadiqliyini hərəkətlərində hiss etdir. Yalnız olan oxatanlar üçün fərqli ölkədən, fərqli düşüncə tərzindən olan biri ilə maraqlı və perspektivli bir ünsiyyət tamamilə təsadüfi şəkildə başlaya bilər. Psixoloji vəziyyətin hər zamankından daha pozitivdir, həyatın hər anından maksimum zövq almağı və ən çətin anda belə gülməyi asanlıqla bacarırsan. Motivasiyanı yüksək tonda qorumaq üçün qarşına çox böyük, iddialı və hətta başqalarına imkansız görünən məqsədlər qoymaqdan əsla qorxma. Sosial çevrəndə hər kəs tərəfindən səmimiyyətlə sevilən, söhbəti xoş və enerjili olan biri kimi daima diqqət mərkəzində olacaqsan. Yeni tanışlıqlar sənə həyatın tam fərqli tərəflərini göstərə bilər, buna görə də hər cür ünsiyyət təklifinə açıq və pozitiv yanaş. Səhhətində qaraciyərini qorumalı, spirtli içkilərdən və yağlı qidalardan qaçmalı, fiziki aktivliyini isə mütləq şəkildə artırmalısan. Gözlənilməz bir səfər təklifi, iş ezamiyyəti və ya qəfil gələn uzaq qonaqlar gündəlik həyatının ritmini bir anda müsbət mənada dəyişdirə bilər. Hüquqi məsələlərlə, məhkəmə və ya dövlət idarələri ilə bağlı işlərin varsa, dürüstlükdən kənara çıxmamaq və sənədləri vaxtında tamamlamaq vacibdir. Özünə olan hədsiz güvənin bəzən vacib detalları qaçırmağına səbəb ola bilər, odur ki, işlərin texniki tərəfinə də ciddi fikir verməyə çalış. Oğlaq. Həyatın ciddiliyi və məsuliyyətlərin ağırlığı səni hər zamankından daha qərarlı və sarsılmaz bir iradəyə sahib fərdə çevirəcək. Peşəkar fəaliyyətində nümayiş etdirdiyin yüksək intizam və detallara verdiyin xüsusi önəm sayəsində ən mürəkkəb tapşırıqları belə qüsursuz şəkildə yekunlaşdırmağı bacaracaqsan. Rəhbərliklə olan rəsmi münasibətlərdə soyuqqanlılığını qorumaq, emosiyalarla deyil, konkret arqumentlərlə danışmaq peşəkar nüfuzunu bir pillə də artıracaqdır. Maddi məsələlərdə bəzən həddindən artıq ehtiyatlı davranmaq yaxşı yatırım fürsətlərini qaçırmağına səbəb ola bilər, buna görə də ağlabatan riskləri dəyərləndirməkdən əsla qorxma. Uzun müddətli daşınmaz əmlak planları, miras məsələləri və ya mühüm sənəd işlərinin həlli üçün ulduzların sənə dəstək verdiyi şanslı bir zaman kəsiyindəsən. Şəxsi həyatında kənardan bir qədər məsafəli, ciddi və soyuq görünə bilərsən, lakin daxilindəki səmimiyyəti sevdiyin insana göstərmək üçün kiçik jestlər etməyin kifayətdir.
Yalnız oğlaqlar üçün iş mühitində və ya rəsmi bir tədbirdə ciddi təməlləri olan, gələcəyə hesablanmış yeni bir maraq yarana bilər. Psixoloji olaraq özünü hər şeyi tək başına idarə etməli olan ağır bir yükün altında hiss etsən də, əslində bu vəziyyət sənin daxili gücündən və dözümündən xəbər verir. Motivasiyanı yüksəltmək üçün qarşıdakı 5 illik strateji planlarını nəzərdən keçirmək və nailiyyətlərini vizuallaşdırmaq sənə böyük stimul verəcək. Sosial əlaqələrdə boş, mənasız və vaxt aparan söhbətlərdən qaçaraq sənə real intellektual fayda verəcək insanlarla ünsiyyətə üstünlük verəcəksən. Gözlənilməz bir rəsmi məktub, dövlət idarəsindən gələn xəbər və ya bank zəngi cari işlərinin axarını bir qədər dəyişməyə məcbur edə bilər. Sağlamlığında sümüklərini, oynaqlarını və dişlərini qorumaq üçün kalsium balansına və düzgün duruş qaydalarına diqqət yetirməyin son dərəcə vacibdir. Başqalarının sənin haqqında nə düşündüyündən çox, öz vicdanının qarşısında nə qədər dürüst və təmiz olduğuna fokuslanmaq sənə mənəvi rahatlıq bəxş edəcək. Yeni bir texniki bacarıq öyrənmək, xarici dil kursuna başlamaq və ya peşəkar sertifikat üçün müraciət etmək gələcək gəlirlərinin ən böyük təminatıdır. Dolça. Fikirlərinin hüdudsuz olduğu, azadlıq eşqinin və yenilik həvəsinin ürəyində vulkan kimi qaynadığı olduqca dinamik bir zamandan keçirsən. İş həyatında irəli sürdüyün alışılmışın xaricində olan, bəlkə də biraz çılğın ideyaların əvvəlcə anlaşılmaz görünsə də, qısa müddətdə nə qədər dahi olduğunu hər kəsə sübut edəcəksən. Texnologiya, rəqəmsal dünya, süni intellekt və ya böyük sosial layihələrlə bağlı olan hər bir addımın uğurla nəticələnmə ehtimalı ulduzların hazırki düzülüşünə görə çox yüksəkdir. Maddi durumunu yaxşılaşdırmaq üçün qeyri-ənənəvi üsullardan, frilans işlərdən və ya dostlarının təklif etdiyi innovativ layihələrdən gözlənilməz gəlirlər əldə edə bilərsən. Xərclərində sərbəstliyi və lüksü sevirsən, lakin bugün büdcəndə müəyyən bir limit qoymaq uzaq gələcək planların üçün olduqca xeyirlidir. Sevgi münasibətlərində partnyorunla arandakı dostluq və intellektual bağları gücləndirmək, klassik romantikadan daha vacib və cəlbedici bir hala gələcək. Əgər ürəyin boşdursa, maraqlı bir qrup müzakirəsində, elmi seminarda və ya onlayn platformada diqqətini çəkən, fərqli düşünən biri ilə tanış ola bilərsən. Psixoloji olaraq özünü tamamilə gələcəyə fokuslanmış hiss edirsən, keçmişin negativ yüklərindən və köhnə incikliklərindən asanlıqla qurtulmağı bacaracaqsan. Motivasiyanı qorumaq üçün insanlığa xidmət edəcək, ekologiyanı qoruyacaq və ya cəmiyyəti dəyişəcək kiçik addımlar atmaq sənə böyük mənəvi ilham verəcək. Sosial çevrən sürətlə genişlənir, lakin sən bütün bu izdihamın içində hələ də öz daxili müstəqilliyini və fərdi azadlığını hər şeydən üstün tutursan. Gözlənilməz bir xarici səyahət təklifi, qəfil gələn qeyri-adi bir xəbər və ya dostundan gələn maraqlı çağırış planlarını alt-üst etsə də, bu sənə çox müsbət təcrübələr qazandıracaq. Səhhətində qan dövranına, sinir sisteminə və ayaq nahiyələrindəki gərginliyə diqqət yetirməli, uzun müddət hərəkətsiz qalmaqdan mütləq yayınmalısan. Ətrafındakı mühafizəkar insanların səni qəribə və ya anlaşılmaz adlandırmasından əsla çəkinmə, çünki bu fərqlilik sənin ən böyük intellektual gücündür. Balıqlar. Xəyalların və reallığın bir-birinə sirli şəkildə qarışdığı, daxili dünyanda sehrli və emosional bir səyahətə çıxdığın çox özəl bir gündəsən. Peşəkar fəaliyyətində yaradıcılıq potensialın və güclü instinktlərinin köməyi ilə ən düyünlü məsələləri belə heç kimin ağlına gəlməyən üsullarla həll edə bilərsən. Sənət, musiqi, psixologiya, rəngkarlıq və ya kömək məqsədli humanitar işlərlə məşğul olursansa, bugün sənin üçün unudulmaz mənəvi uğurlar vəd edir. Maddi məsələlərdə dumanlı, qeyri-müəyyən və riskli vəziyyətlərdən qaçmalı, pul köçürmələrində və onlayn alış-verişlərdə olduqca diqqətli davranmalısan. İntuisiyan sənə hansı işin daha xeyirli olacağını sakitcə pıçıldayacaq, lakin qərar verməzdən əvvəl rəsmi faktları və rəqəmləri də mütləq yoxla. Sevgi münasibətlərində hədsiz dərəcədə fədakarlıq edib özünü unutmaqdan qaçmalı, öz dəyərini və şəxsi istəklərini partnyoruna incəliklə hiss etdirməlisən. Romantik anlar yaşamaq, ruh əksini tapmaq və dərin emosional bağlar qurmaq istəyin səni biraz xəyalpərəst edə bilər, lakin bu hisslər sənə yaradıcılıq üçün böyük ilham verir. Psixoloji cəhətdən ətrafdakı insanların enerjisinə qarşı süngər kimi həssas olduğun üçün səs-küylü və negativ insanlarla dolu mühitlərdən uzaq durmağa çalışmalısan. Motivasiyanı bərpa etmək üçün meditasiya etmək, dəniz kənarında gəzmək, suyun səsini dinləmək və ya rənglərlə işləmək sənə möcüzəvi dərəcədə müsbət təsir göstərəcək. Sosial əlaqələrdə bəzi insanların sənə qarşı olan səmimiyyətinə qəfildən şübhə ilə yanaşa bilərsən və bu daxili hisslərində haqlı olma ehtimalın olduqca yüksəkdir. Gözlənilməz bir yuxu, təsadüfən oxuduğun bir cümlə və ya anlıq bir duyğu sənə real həyatda verəcəyin çətin bir qərar üçün gizli ipucu verəcək.
Sağlamlığında ayaqlarına, yuxu rejiminin keyfiyyətinə və immun sisteminin güclənməsinə qarşı hər zamankından daha qayğıkeş və diqqətli olmalısan. Gizli qalan bir sirrin qəfildən açılması, köhnə bir məktubun tapılması və ya unudulmuş bir hadisənin yenidən gündəmə gəlməsi səni dərindən düşündürə bilər.